Aşağı antimüller müalicə edilirmi? Bu sualı mənə tez-tez verirlər və əlbəttə ki, hamilə qala bilməyən qadınlar verir. Aşağı antimüller barədə bir neçə vacib məqama toxunmaq istəyirəm. Elə ən birinci sualın özünün cavabı ki, müalicə edilirmi? Təəssüf ki, bugün aşağı antimüller, yəni az yumurta rezervinin dəqiq sübut olunmuş bir müalicəsi yoxdur. Tez-tez müxtəlif vitamin, qida əlavələrindən suallar verirsiniz ki, filan vitaminlər bəzi həkimlər tərəfindən tövsiyə olunub. İddia edilir ki, bunlar antimülleri artırır. Həmin bu vitaminlərin də, qida əlavələrinin də tam bir sübutu, elmi sübutu yoxdur ki, bunlar antimüller hormonunu əhəmiyyətli dərəcədə artırır, yumurta rezervini artırır və yaxşılaşdırır. Yəni aşağı antimüller hormonu azalmış yumurta rezervi deməkdir. Yumurta ehtiyatının az olması deməkdir. Və daha sıx rast gəlirik biz bu problemə 35-38 yaş üstü qadınlarda, yəni yaş faktoruna bağlı olaraq, fizioloji olaraq artıq yumurta rezervi azalmağa başlayır. Bəzən genetik səbəblərə bağlı gənc qadınlarda da aşağı antimüller səviyyəsi rast gəlinə bilir. Bəzən kimyəvi radioterapiya almış qadınlarda yumurta ehtiyatının azalmasını görürük. Autoimmun faktorlara bağlı ola bilir. Bəzi uşaqlıqda keçirilmiş ağır infeksiyon xəstəliklər və s. bağlı da yumurta rezervi azalmış ola bilir. Və ikinci vacib məqamı vurğulamaq istəyirəm ki, aşağı antimüllerin olması siz hamilə qalmayacaqsınız demək deyil. Burada bir neçə faktor birlikdə dəyərləndirilir. Sizin yaşınız, hamilə qala bilməmə müddətiniz və s. səbəblər hamısı birlikdə dəyərləndirilir və ondan sonra bir proqnoz verilə bilər ki, hamiləlik alınma nisbətləri nə qədərdir? Məsələn, bəzən gənc qadınlarda sadəcə olaraq onların genetik olaraq yumurta rezervi az olur, antimüllerləri aşağı olur, amma vaxtlı-vaxtında ovulyasiyaları olur, aybaşları müntəzəm olur və aşağı antimüller olmasına baxmayaraq, yumurta rezervinin genetik olaraq, fiziolojik olaraq, yəni az olmasına baxmayaraq rahat da hamilə qala bilirlər. Yəni, antimüller hormonum aşağıdır, mütləq şəkildə mən hamilə qalmayacam demək anlamına gəlmir. Dediyim kimi, burada bir neçə faktor birlikdə dəyərləndirilir və üstəlik bəzi qadınların yumurta rezervi elə gənc yaşlarda da aşağı olur. Amma yumurta keyfiyyətləri çox yaxşı olur, aybaşları müntəzəm olur, ovulyasiyaları olur və rahat hamilə də qalırlar. Tövsiyəmiz nədir ümumiyyətlə? Əgər uzun müddət də hamilə qala bilmirsinizsə, yaşınız artıq 35-in üzərindədirsə, yumurta ehtiyatınız da zəifdirsə, hamilə qalma planlarınızı gecikdirməyin. Vaxtında reproduktoloqlara, mütəxəssislərə müraciət edin. Əgər bir IVF planlaması, yəni süni mayalama planlaması varsa, onu da vaxtında edin və gecikdirməyin. Aşağı antimüller hormonunuzun olması sizin heç vaxt hamilə qala bilməməniz anlamına gəlmir.